Değerli hak dostları, Kur'an sevdalıları, hoş gördük her birinizi. Allah'ın o güzel selamıyla salamlayırıq. Əziz insanlarımız, size vəd vermiştik. Söz vermiştik ki, Rabbimizin ezeli ve ebedi hutbesinin içerisinde yer verdiği 25 nebinin hayatından bir boğça alaq. Her defa ettikleri bir dua ile karşınıza çıxaq. Tabii ki biz bu işi Hazreti Adem'le başladık. Babamızın ocağına üst tuttuk. Sonra Hazreti Nuh'un, Hazreti İbrahim'in hayatından bahsettik. Kısmet oldu ve tabii ki bu sohbetlerimiz Hazreti Musa'ya, nihayet aynı zamanda bugünkü ise Nebilerin farklı bir yönünü temsil edeyen sabirin kahramanı Hazreti Eyyub Aleyhisselam'ın hayatından bir parçanı, özellikle bir duanı size çatırmak isterdik. Elə bir duadır ki, her birimizin elinden tutan, elə bir duadır ki, her zaman ona mühtaç olduğumuz bir dua. Belki de çok kısa, ancak mənası, hikmeti, irfanı bizi bir mana alemine, bir iman qalasına götürür. Bizi tövhidin zirvesine kadar yükseldir. Enbiya suresinin 83. ayəsi. Aziz insanlarımız, önce qeyd edeyim ki, Eyyub Aleyhisselam'ı Kur'an-ı Kerim 4 yerde hatırlayar. Belki de en az hatırlanan ama üzerinde bək durulan, aynı zamanda çok güzel bir salih kul olduğu ve metin bir iradeye sahip olduğu med edilen nebilerdendir. İnsanlık tarihi boyunca çok az insan olubdur ki, büyük mücadelelerden imanını, irfanını sapsağlam tutarsın. Tabii ki nebiler istisnalıdır. Onlar ismet sahibidir. Onlar günahlara girmezler. Onlar üsyan kapılarını açmazlar. Aslında bizim inancımız diğer semavi kitaplara inananların inancından bu istiqamette farklıdır. Siz eğer gidip İncil'i, Tevrat'ı açıp okusanız, orada göreceksiniz ki Hazreti Enbiya, yani peygamberlerle bağlı bizim inancımıza ters düşen birçok şeyler var. Çünkü bizim inancımızda peygamberler məsumdur. Ama orada Eyyub Aleyhisselam'ı belə şeytanla mücadelesinde çok farklı göreceksiniz. Əziz insanlarımız, biz bütün semavi kitapları təsdiq edirik. Lakin məlum ki, müəyyən təhriflərə yol verildiğinden dolayı bəşər tarixində çox böyük qarmaqarışıqlar günümüze kadar gelip çatmaqdadır. Hər halda Kur'an meselelerin üzerinde daha belki möhkəm dayanır. Bayaq söylediğimiz kimi ayədə enni messaniye dur, mənə bir zərər toxundu. Ente erhamur rahimin, sen rəhimlərin rəhimlisisən deyir. Əziz insanlarımız, bilirsiniz Eyyub peygamber çok zengin bir insan olub. Var dövlət, sərvət, evlatları. Aynı zamanda elə bir nəbidir ki, şeytan onunla daha yaxından təmas etmesi için Rəbdən izin alır. Qaynaqlarımız gösterir ki, Hazreti Eyyub Aleyhisselam'ın bayaq söylediğimiz kimi ayənin içerisinde şeytan mənə toxundu. Aynı zamanda mənə zərər toxundu. Şeytanın toxunması, şeytanın vəsvəsəsi, şeytanın müdaxiləsi, əslində müdaxilə şeytanın olmazsa olmaz bir silahı. Vəsvəsə şeytanın farklı bir silahıdır. Ancak karşısındaki bir səbirli, aynı zamanda güneş gibi nur saçan bir nebinin hayatına müdaxiləsi imkansızdır. Lakin buradaki giriş için izni Rabbimiz verip belki de insanlık tarixine farklı bir dersi vermek istəyir. Əziz insanlarımız, bizim de aramızda zengin insanlar olabilir. Xoşbəxt bir aile hayatı yaşayan olabilir. Evladıyla, zövcəsiyle, etrafıyla. Hazreti Eyyub Aleyhisselam da aslında çok xoşbəxt yaşayan, evlatları, zövcəsi, hatta büyük sürüleri, ilxiları olan, aynı zamanda çok ciddi, aynı zamanda sağlam bir səhhəti olan bir insandır. Ama imtihan bu şekilde başlayır. Yavaş yavaş sahilerdeki sürüleri birer birer sel baskınına, ya şimşəklərin çaxmasına ve hansı təbii bir hadisə ilə bir ölür, yok olur.
Daha sonra bu bəla biraz da yaxınlaşır. Həzrəti Əyyub əleyhissalamın övladları bir-bir vəfat edir. Nəhayət şeytan biraz da işin içərisinə girərək onun imanda nə qədər möhkəm olduğunu görür. Təslimiyyətində zərrə qədər tərəddüd etmədiyinin şahidi olur. Qaynaqlar göstərir ki, Rəbdən biraz da izin alır, onu daha dərin bir imtihana yönətmək istəyir. Və təbii ki, bütün imtihanları verən Allahdır. Bu imkanları, şəraiti yaradan Rəbbimizdir. Və bundan sonra Həzrəti Əyyub əleyhissalamın imtihan ailəsinin içərisindən özünə, öz səhhətinə yönəlir. Günlər keçir, illərlə Rəbbə ibadət və itaətdə olan bu insan artıq fəlc vəziyyətə gəlir. Ayağa dura bilmir, öz ehtiyaclarını belə ödəyə biləcək bir hal olmur. Hətta qaynaqlarda vücudunun belə çox çıbanlarla, ağır xəstəliklərlə, bir neçə xəstəliklə mübtəla olduğu göstərilir. Zövcəsinin belə onu tərk etdiyi hal qaynaqlarda göstərilir. Nəhayət, xəstəlik onun bütün varlığını istila edir. Əziz insanlarımız, düşünün, gerçəkdən xəstəliyin pəncəsi altında inildiyə, ağrıların, acıların, varlığında hakim olan insanların halını biz çox gördük. Amma bu qədər mübtəla olmuş, bu qədər eyni zamanda imtihanlarla baş-başa qalan Həzrəti Əyyub əleyhissalam bizə çox dərin bir cizgi göstərir. O övladını itirdi, ailəsini itirdi, malını, mülkünü, sərvətini itirdi, lakin imanını itirmədi, ümidini itirmədi, səbirini itirmədi. Məhz Qur'an-ı Kərim bu peyğəmbərlərin həyatı ilə bizə vermək istədiyi dərs budur. Bizim də ola bilsin bir gün, Allah eləməsin, çox ağır imtihanlarla, bu cür Əyyub əleyhissalamın sıxıntıları ilə, sınaqları ilə biz də sınana bilərik. O zaman xatirimizdə, yadımızda, yaddaşımızda Əyyub əleyhissalam olmalı və onun dirənişi, imandakı olan inadı, Rəbbə olan bağlılığı bizi diri saxlamalı, bizi güclü saxlamalı, bizi yenidən Rəbbimizə götürməli və hansı bir xəstəlik olsa belə inanmalıyıq ki, kullu dəin dəvauhu. Həzrəti Muhammed Mustafa aleyhissalatu vesselam buyurur ki, hər dərdin dərmanı var. Deməli, bu yer üzündə elə bir dərd, elə bir xəstəlik, elə bir mərəz yoxdur ki, Allah ona bir qapı açmamış olsun. Şafi ismi ilə ona şəfa verməmiş olsun. Baxın, bu ümidi bizim içimizdə formalaşdırır. İçimizdəki kiçik ümidi böyük bir dağa çevirir. Həzrəti Əyyub əleyhissalamın o möhtəşəm qıssası. Əziz insanlarımız, çox uzatmadan söyləyək ki, bəli, nəhayət bu xəstəlik onun dilinə və qəlbinə qədər enəndə Həzrəti Əyyub əleyhissalam, Allahım, sən mənə şəfanı ona görə ver deyə bir xitabı var. Ona görə yox ki, canım ağrıyır. Ona görə yox ki, mən hərəkət eləyə bilmirəm. Deyir, ya Rabbi, mən sənə gözəl qulluq edə bilmirəm. Demiş, nəhayət bir şəfa istəmişdir. Bir gün İsmail əleyhissalamın da ayağının altından bir su çıxmışdı. O su Zəmzəm suyu olaraq tanınır. Bugün belə insanlığın xidmətindədir. Əyyub əleyhissalamın ayağının altından da bir su çıxarır Rəbbimiz. Bilmirik bu su hardadır, bugün qalırmı, qalmırmı? Amma o da bir şəfa suyu olur. Əyyub əleyhissalam o sudan içər, vücudunu yuyar və beləcə sağlamlığına qovuşmağa başlar. Allah yenidən ona övladlar nəsib edər, yenidən var, dövlət, sərvət nəsib edər və bu daha da Həzrəti Əyyub əleyhissalamda əsla və əsla yeni bir hiss olmaz. Onun Allaha olan o istiqamət üzərində olması zənginliyi dövründə nə idisə, xəstəliyi dövründə də eynidir. Bu o deməkdir ki, biz bu həyatı yaşayan insanlar, 21-ci əsrin insanı, baxaq, görək ki, istiqamət çox önəmlidir. İxlas çox önəmlidir, səmimiyyət çox önəmlidir. İmanla yaşamaq, imanı qorumaq çox önəmlidir. Çünki biz imanımızı qorumaqla əslində mənəviyyatımızı qoruyuruq, ləyaqətimizi qoruyuruq, ismətimizi qoruyuruq. Allah Taala bizləri gücümüz çatmayan ağır yüklərlə yükləməsin və Şafi ismi xatirinə ölkəmizin dörd bir tərəfində, dünyamızın hər yerində ona yönəlmiş bütün xəstələrimizə şəfa ehsan eləsin. Allaha əmanət olun.